Əziz dostlar, hər vaxtınız xeyir olsun. Növbəti videomuz 16 dekabr 2025-ci il Antalya turumuz davam eləyir. Antalya Demrekale köydən başladıq. Geriyə Alanya doğru qaydırıq və görmədiyimiz yerlər arasında Finikeni göstərdik və bu davamında isə Kumlucaya gəlmişik. Finikədən bura hardasa 20-25 dəqiqə məsafədir. Kumlucadan sonra artıq Kemer və Antalya mərkəz gəlir. Kumluca, mən ümumiyyətcə Kaleköy'ə getdiyim zaman buradan keçmişdim. Bəlli idi ki, çox gözəl yerdir, gözəl ilçədir, gözəl şəhərdir və doğrudan da bu belədir. Hal-hazırda dayandığım yer 4 dənə mərkəzi caddənin kəsişdiyi yerdir. Bir caddə o tərəfə, biri bu tərəfə, sahilə tərəf və arxa tərəfə. Yəni hamısının öz adı var. Baxın, orada Kumluca yazısı yazılıb və Kumluca bir tarım bölgəsi, əkinçilik bölgəsi olduğuna görə burada çoxlu seralar, parniklər var və orada simvol olaraq baxın biber, pomidor, badımcan və s. səbzələrin maketi qoyulub tam mərkəzdə. Qarşıda bələdiyyənin binası var. Doğrudan da Kumluca çox xoşuma gəldi. Çox hündür mərtəbəli yeni binalar da var. Dağlar, meşələr, çox gözəldir, plyajlar. İndi buraları hərəkət edib baxacağıq. Hər yerdə ətrafda restoranlar, mağazalar var. Rəfah səviyyəsi, yaşayış səviyyəsi normaldır burada. Mən ehtiyatla yolu keçirəm. Əhalisinin sayı 80 bindən çoxdur artıq. Burada yazıb Radio Farkoyu ailə plyajı da var. Mən yolda görmüşdüm oranı. Ümumiyyətcə Kumluca ərazisində çoxlu koylar var. Koylar yəni dağlıq ərazidə çimərliklər, qeyri-adi çimərliklər. Olimpios deyilən məşhur bir antik kənd var, hansı ki yerli və yabancı turistlər çox gəlir. O da burada yerləşir Kumlucada. Baxın, bura isə Kumluca Bələdiyyə Parkıdır, Portağal bağçaları. Portağal əsasən Finike və Kumlucada, əsasən Finikədə, Kumlucada da yetişdirilir. Baxın, çox gözəl bir yerdir Kumluca. Orada yazı Altınkaya, Hasyurt, Finike, Muğla. Bu tərəfə isə getdiyimiz zaman Kemer və Antalya. Biz isə Kumluca Bələdiyyəsinin inşa etdiyi bu gözəl maraqlı parka baxaq. Buranı yolda da görmüşdüm, çox xoşuma gəlmişdi. Havanın temperaturu da qəşəngdir, 17 dərəcə. Kumluca da Akdenizin sahilində yerləşir, Aralıq dənizi sahilində. Aralıq dənizi iqlimi hökm sürür. Yayları isti, qışları mülayim. Qar demək olar ki, yoxdur. İlk dəfə Kumluca adını mən nə vaxt ən çox duymuşdum. Bir neçə il əvvəl buraları sel basmışdı, güclü yağışların. Və burada da bizim dostlarımız, tanışlarımız da yaşayır. Onları da salamlayıram. Onlar mənim videolarımı izləyirlər. Və bura Kumluca Bələdiyyəsinin parkıdır, tam mərkəzdə çay evi var. Meydanın adı isə Kumluca Cumhuriyyət Meydanı adlanır. Yuxarıda yazılıb. İnsanların hayırlısı insanlara faydalı olanıdır diye bir şey var. Kumluca'ya daxil olduğunuz zaman Kumluca'nın devizi sağlıklı qida. Sağlam qidanın başkenti. Sağlıklı qidanın, yəni keyfiyyətli qidanın başkenti Kumluca'dır. Burada da böyle bir ofisler olan bina var, qəşəng. Oradan da maraqlı yerdir. Türkiye Cumhuriyeti Kumluca Belediyesi. Kumluca'dan da oradan çox xoşum gəldi. Finike bir başqa cür gözəl idi. Avropa şəhərlərini daha çox xatırladırdı, sahil şəhərlərini. Balaca gözəl yer idi. Kumluca isə Türkiyənin səliqəli böyük ilçələrindən biridir. Və burada yenə də Mustafa Kemal Atatürk'ün böyük büstü var, heykəli. Mağazalar. Çox qəşəng bir şəhərə gəlmişik, əziz dostlar. Antalya hər yeri gözəldir, hər yeri özəldir. Mən sizə belə deyim. Deməli, Antalya deyəndə ağlımıza turizm gəlir. Turizmin də əsas hissəsi, məsələn, Antalya mərkəzdədir. Kemer, Manavgat,
Alanya. Yəni bu ilçələrdədir. Buradan məsələn Kəmərə yarım saat, 1 saatlıq məsafədir. Amma Kəmər dünya miqyasında tanınmış bir turizm ilçəsidir. Amma bunun da səbəbi öz şəxsi fikrimi deyirəm. Bura tarım, əkinçilik zonasıdır. Əgər buranı dövlət turizm zonasına çevirsə, onda əkinçiliklə kim məşğul olacaq? Ona görə burada yaşayanların çoxusu əsasən yerli cəmaatdır. Yəni bu şəhər yerli cəmaat üçündür və əkinçiliyin inkişafına fayda verən, töhfə verən insanların şəhəridir. Yəni bütün şəhərləri götürüb turizmə çevirmək də düzgün deyil. Bax belə. Yoxsa dövlət istəsə əlbəttə ki, Kumlucanın çox gözəl çimərliklər var, yol boyu görmüşəm. 1-2 il ərzində gözəl otellər, infrastruktura yaradar və reklamlar dünyada məşhur olar. Məhz bu səbəbdəndir ki, Finike də həmçinin portakalın vətənidir. Türkiyəni portakalla təmin edir böyük ölçüdə. Ona görə bu iki Finike, Kumluca, bu iki şəhər digər şəhərlərlə müqayisədə biraz kölgədə qalıb. Turizm baxımından və beynəlxalq turizm baxımından. İnşallah bundan sonraki videolarda Kəmərə gedəcəm və Kəmərin də mahallələrini, Kəmərin bir neçə dənə ayrı-ayrı mahallələri var, hansı ki çox populyardır. Onları ayrı-ayrı gəzmək istəyirəm inşallah, qismət olsun. Belə Kumlucanın mərkəzi çox qəşəng, çox səviyyəli, səliqəli, təmiz. Dediyim kimi yaşam səviyyəsi burada görsənir ki, normaldır. İnsanlar gəzirlər, istirahət edirlər, alış-veriş edirlər. Gəldik belə bir yerə. Arxa tərəfdə bayaq maşınla keçəndə hündür mərtəbəli yeni binalar da var. Gözəl, baxın, arxada meşələr görsənir. O tərəfə gedəndə baxarıq. Yolun qarşı tərəfində isə Kumluca Böyük Kültür Parkı yerləşir. Böyle çoxlu mağazalar, kafeler, hamısı bir-birini əvəz edir. Nə istəsəniz var burada. Gəlib 1-2 gün qalıb Kumlucanın tarixi yerlərini, gözəl antik şəhərlərini, koylarını gəzə bilərsiniz. Elə mərkəzin özü də çox gözəldir. Bu isə Kumluca Belediyespor'un futbol komandasının bayraqlarıdır, hər yerdə asıblar. Maraqlıdır, neçənci liqada çıxış edirlər. O haqda heç baxmamışam. Sonra baxarıq inşallah. Buraya isə dayanacaqdır. Kumluca daha çox Manavqata bənzədir. Manavqata, amma bura mənə elə gəlir daha maraqlıdır. Manavqat da özünə görə gözəldir mərkəzi, amma bura daha maraqlı gəldi mənə. Bəlkə ilk dəfə olduğuma görə daha çox xoş oldu. Abi merhaba, nasılsınız? Merhaba, hayırdır? Video yapıyorum Azerbaycan dilinde. Heh. Evet. Fotoğraf mı? Hatay sofrası. Bəli, maraqlı gözəl restoran var kafede. Heç kəs burada az qalmaz. Finike biraz belə balaca, amma mənzərəli, dağ və dənizin vəhdətindən ibarət olan bir yer idi. Burası isə şəhər tiplidir. Amma yorulmaq yoxdur, bura çox maraqlı olduğuna görə, təmiz, yaşıl, gözəl olduğuna görə gəzmək olar buranı qəşəng. Belə hörmətli dostlar, gəzə-gəzə gəldik, yol ayrıcına çıxdıq və Kumlucada daha bir diqqətimi çəkən həm yol boyu, həm şəhərin içində çoxlu palma ağaclarının olmasıdır, gözəl meşələr də arxada və bu tərəfdə artıq çoxlu yeni binalar var və buradan göstərim. Dəniz qarşıda qalır, hündür mərtəbəli binalar var. Caddə Premium. Yəni Kumlucada hər şey var, hər şey maraqlıdır.
yolunuz düşsə, Antalyada darıxsanız, Antalyadan bura hardasa 1 saat yarım məsafə olar. Kəməri keçdikdən sonra Kumluca gəlir artıq. Belə hörmətli tamaşaçılar, düşünürəm ki 10 dəqiqə ərzində Kumluca haqqında sizə təəssürat yarada bildim. Videomu burada yekunlaşdırım. İnşallah növbəti səfərimiz Kəmər və Kəmərin ayrı-ayrı mahallələrini göstərməyə çalışacağım. Sağ olun, var olun, gələn videolarda görüşənədək.